Heç olubmu ki, köhnə bir filmə baxırsınız, bəlkə də o uşaqlıqdan yadımızda qalan ağ-qara lentlərə və orada sadəcə süjetdən daha dərin nəsə hiss edirsiniz. Yəni o ab-havanı, ekrandan gələn enerjini deyirsiniz. Ay sağ ol, elə bil o kadrların ekrandan daşıb gələn özünə məxsus bir dadı var, bir aurası var. Sonra isə həmin axşam bugünün ən son qrafikası ilə çəkilmiş milyonluq blokbasterinə baxırsınız və nəsə çatmır. Görüntü mükəmməldir, amma sanki ruh yoxdur. Düzdür. Çünki o hiss etdiyiniz fərq əslində sadəcə texnologiya deyil. Baxın, siz fərqinə varmadan bütöv bir dövrün psixologiyasını hiss edirsiniz. Köhnə filmlərdəki o ruh, insanın gələcəyə olan o dərin, bəzən sadəlöv inamıdır. Aha. Bugün isə o soyuq mükəmməllik, bilirsiniz, daxili boşluğumuzu əks etdirir. Bax, məhz bugünkü mövzumuz da, bugün dərindən təhlil edəcəyimiz sənət də elə bununla bağlıdır. Əziz dinləyicimiz, bugün sizinlə birlikdə həm keçmişin nostaljisına, həm də bugünkü dünyanın o qaranlıq tərəflərinə səyahət edəcəyik. Fokusumuzda Elmir Mirzəyevin Azlogosda dərc olunmuş məqaləsidir. Çox maraqlı və kəskin bir məqalədir. Mütləq. Missiyamız da odur ki, o məşhur suala cavab tapaq. Niyə artıq əvvəlki kimi filmlər çəkilmir, o cür kitablar yazılmır, bunun arxasında nə dayanır? Çünki bu sualın cavabı sadəcə istedadlı adam qalmayıb deyil. Məsələ, o dövrün insanını həmin cür düşünməyə vadar edən görünməz bir atmosferin dəyişməsidir. Bax, elə bunu dinləyicimiz üçün açaq. Məqalə bunu sadəcə nostalji kimi vermir. Müəllif fərqli 10 illiklərin hava-havasını izah etmək üçün xüsusi bir termindən istifadə edir. Zeitgeist. Bəli, Alman dilindən gələn və maarifçilik dövründə formalaşan bir sözdür. Zeit, zaman. Geist, ruh deməkdir. Yəni, zamanın ruhu. Zamanın ruhu çox poetik səslənir. Həm də çox dəqiqdir. Bunu bir cəmiyyətin görünməz əməliyyat sistemi kimi təsəvvür edə bilərik. Oradakı siyasətçilər, rəssamlar, fərdlər hamısı bu çərçivədə düşünür. Deməli, sənət əsərlərini, filmləri bu ruhdan ayrı təsəvvür etmək olmaz. Buna görə də biz bugün o 60-cı illərin böyük ümidlər dövründən çıxıb, indiki survivalism, yəni sağ qalma dövrünə necə gəldiyimizi müzakirə edəcəyik. Və məqalə buna çox fərqli yerdən yaxınlarda itirdiyimiz nəhəng sənətkarımız Rasim Balayevin simasında başlayır. Çox düzgün bir başlanğıcdır. Çünki müəllif onu sadəcə aktyor kimi yox, bir epoxanın simvolu kimi təhlil edir. Burada bir dəqiqə dayanmaq istəyirəm. O vaxt bizim Fuad Paladov, Həsən Məmmədov kimi başqa böyük aktyorlarımız da var idi, amma Rasim Balayevin fərqi nə idi? Müəllif deyir ki, o Nəsimi, Babək obrazları ilə Azərbaycan üçün ortaq milli kimlik yaradırdı. Buna nation building, yəni millət quruculuğu deyilir. Tamamilə düzdür. Amma mənim sualım budur. Niyə məhz 60-cı illərdə cəmiyyətə belə monumental fiqurlar lazım idi? Bunun üçün 60-cı illərin zeitgeistini anlamaq lazımdır və biraz da geriyə, 40-cı illərə baxmalıyıq. Bəşəriyyət, yəni 2-ci Dünya müharibəsindən yenicə çıxmışdı. Hitler, Mussolini, Stalin kimi rejimlərin o qanlı ideologiyalarından insanlar bezmişdi. Travmadan çıxmağa çalışırdılar. Ay sağ ol, 60-cı illərdə dünyada nəhəng bir sülhsevərlik dalğası qalxdı. Make love, not war. Müharibə yox, sevgi yarat. Şuarı elə-belə yaranmamışdı. Bu, bəşəriyyətin sağalma cəhdi idi. Məndə çox maraqlı faktlar var bununla bağlı. Təsəvvür edin, təkcə 1960-cı ildə Afrikada 17 ölkə müstəqillik qazanıb. Qlobal bir dekolonizasiya gedir. 68-ci ildə Parisdə tələbə üsyanları olur. Şarları da nədir? Qadağan etmək qadağandır. Həm də o vaxt insan hüquqları konvensiyaları kağızdan çıxıb reallıqda işləməyə başladı. İnsan fərd mərkəzə gəldi. Düzdür, kosmos erası başladı. Qagarinin o səmimi təbəssümünü xatırlayın, o təkcə Sovet təbliğatı deyildi. Bəli, o bütün dünyanın gələcəyə olan ümidinin simvoluydu. Okeanın o tayında Martin Luther King, The Beatles, bizdə Müslim Maqomayev. Sənətdə də bu neorealizmə gətirib çıxardı. Uşaqlığın son gecəsi, Bir Cənub şəhərində yadınızda da o filmlər. Necə yaddan çıxar? Oradakı obrazlar artıq dövlətin istədiyi ideal Sovet adamı deyildi. Onlar canlı insan idi. Tərəddüd edən, sevən, səhv edən insan. Bu doğrudan da böyük ümidlər dövrü idi. Bu qədər ümidli idiksə, uçan maşınlar xəyal edirdiksə, bəs indi niyə beləyik?
Baxın, əlimizdəki bir smartfonda dünyanın bütün məlumatı var. Aha. Texnoloji olaraq zirvədəyik, amma cəmiyyət olaraq çox tükənmiş, bədbin hiss edirik. Niyə belədir? Çünki, necə deyərlər, Texnoloji qanadımız irəli getsə də, mənəvi qanadımız qırıldı. Müəllifin diaqnozu çox sərtdir. Bizim artıq irəliyə doğru baxa biləcəyimiz qlobal bir böyük ideyamız yoxdur. Bunu belə bir bənzətmə ilə izah etmək olar məncə. Təsəvvür edin ki, son 50 ildə inanılmaz sürətli bir qatar və mükəmməl dəmir yolu tikmişik. İnternetimiz, süni intellektimiz var, amma qatarı tikəndə hara getdiyimizi, hansı stansiyaya çatacağımızı qərarlaşdırmağı unutmuşuq. Çox gözəl nümunədir. Sadəcə qorxu içində heç yerə çatmadan qəza törətməməyə çalışaraq dairədə fırlanırıq. Bəli, o məqsədin itməsi siyasi fəlsəfədə də öz yerini tapır. Məsələn, 1992-ci ildə Fukuyama'nın məşhur tarixin sonu tezisi var idi. Mənbədə də vurğulanır. Aha, o inanırdı ki, liberal demokratiya qalib gəlib və salam. Elədir, düşünürdü ki, daha böyük toqquşmalar olmayacaq. Amma nə oldu? İllüziya oldu. Nəinki tarixin sonu gəldi. Hətta 1648-ci il Vestfal sülhü ilə təməli qoyulan o dünya düzəni, Qərbin dominantlığı hazırda çökür. Və yerinə heç nə gəlmir. Biz tam qeyri-müəyyənlik içində qalmışıq. Məqalə deyir ki, bax bu vəziyyət, yəni bu böhrandır, bizim bugünkü zeitgeistimizi formalaşdıran, o buna survivalism, başqırləmə dövrü deyir. Yəni artıq heç kim cəmiyyəti necə daha yaxşı edərik deyə düşünmür. Sadəcə sağ qalmaq, fərdi təhlükəsizliyi qorumaq. Elə bil hamı qış üçün zirzəmiyə konserv yığır, kilsə və ya məktəb tikmək əvəzinə. Görə dünyəvi utopiyalar iflas edəndə yerini daş dövründən qayıtmış kimi görünən arxaik hərəkatlar tutur. Cəmiyyət ideya tapmayanda ən primitiv instinktlərə qaçır. Və bu, qlobal siyasətdə də eynidir. Diqqət edin, müəllif bunu belə izah edir. İkinci Dünya müharibəsində konkret şər var idi. Üçüncü reis. Aha. Bəs indi? İndi isə seçim yoxdur. Bir tərəfdə müəllifin ifadəsi ilə desək, qan içində olan arxaik molla rejimləri, digər tərəfdə isə naməlum məqsədli qlobalizma bulaşmış elitaların idarə etdiyi bir şəbəkə var. Əziz dinləyici, burada vurğulayaq ki, biz qətiyyən hansısa tərəfi tutmuruq, yəni kiminsə siyasətini dəstəkləmirik. Biz sadəcə məqalənin müəllifinin gəldiyi nəticəni sizə çatdırırıq və onun fikrincə maskalar artıq düşüb. İndi kimsə mən demokratiya gətirirəm, demir müharibəyə gedəndə. Bəli, artıq sadəcə keyfin belə istəyir prinsipi işləyir. Bu, ən çox da siyasətçilərin dilində görünür. 60-cı illərdə siyasətçilər sülh-sevər danışmağa məcbur idilər. Çünki zamanın ruhu onu tələb edirdi. Ay sağ ol. Bəs indi? İndi Trump necə danışır? Küçə leksikonuyla və ya ABŞ Müharibə naziri Pete Hegseth deyir ki, no quarter, no mercy, heç kimə aman yoxdur. Netanyahu deyir ki, güclüsənsə qalib gələcəksən. Niyə? Çünki cəmiyyət sülh-sevər diplomat axtarmır artıq. Onları xilas edəcək qəddar lider axtarır. Bu dediyiniz mənim yadıma postmodernizmi salır. Köhnə ideyalar dağıldı, indi biz metamodernizm dövründə yaşayırıq məqaləyə görə. Yəni o uçurulmuş binanın dəmir dumurundan ironik şəkildə saxta bir bina tikirik. Hər şey saxta gəlir adama. Çünki burada artıq Baudrillard'ın simulakr anlayışı işə düşür. Yəni, orijinalı olmayan saxta surətlərin içində yaşayarıq. Mediada gördüyümüz iqtisadi böhranlar, müharibə səbəbləri əslində çox vaxt saxtadır, dizayn edilib. Bax, elə burada məqalədə müəllifin dostu, yazar Həmid Herisi ilə çox sarsıdıcı bir dialoqu var. O deyir ki, insan qanından başqa hər şey simulakr ola bilər. Dəhşətdir. Yəni, ideologiya, şuarlar, vədlər, hamısı saxtadır. Amma o müharibələrdə tökülən qan əzab gerçəkdir. George Orwell'in anti-utopiyası artıq xəbərdarlıq deyil, reallıqdır. Məhz buna görə də, bayaq verdiyiniz suala, niyə bugün ciddi sənət yaradılmır? Bax, bu reallıq cavab verir. Sənətkar belə qaranlıq mühitdə nə etməlidir? Bəli, bu mənim üçün ən maraqlı suallardan biridir. Biraz etiraz da eləmək istəyirəm. Əgər hər yer qaranlıqdırsa, elə sənətkarın borcu o qaranlığa işıq salmaq deyil, niyə onlar 60-cı illərdəki kimi ümidverici, insanı ruhlandıran əsərlər yazmırlar? Tənbəldirlər, yoxsa hamısı depressiyadadır? Yox, məsələ tənbəllikdə deyil. Bilirsiniz, sənətkar durub desə ki, hər şey əladır, gələcək işıqlıdır, cəmiyyət onun yalan danışdığını dərhal hiss edəcək.
səmimi alınmayacaq. 200 illik maarifçilik ideyaları artıq tükənib. Aha. Toynbee'nin çağırış və cavab prinsipi var, mənbədə qeyd olunan. Cəmiyyət yalnız böhrana adekvat cavab verəndə sənət inkişaf edir. Əgər çağırış qorxu və sürvivalizmdirsə, cavab saxta gülüş ola bilməz axı. Deməli, sənət mütləq reallığı əks etdirməlidir. Bəs o zaman nə baş verir? Məqalə deyir ki, bugünkü məkan kütləvi mədəniyyət, klip təfəkkürü tərəfindən işğal olunub. Yəni saniyəli əyləncələr və ciddi sənət, reallığı göstərən sənət mütləq kütlədən uzaqlaşmalıdır. Bəli, o ancaq eksperimental gettoda, yəni çox qapalı bir məkanda yaşaya bilər. Sənətkarın işi kütləni əyləndirmək deyil artıq. Onun işi insan psixikasının ən dəhşətli, bəzən iyrənc dərinliklərinə enməkdir. Yəni sənət artıq yol göstərən deyil, diaqnoz qoyandı. Gəlin dərindən təhlilimizi toparlayaq. Biz bugün əlimizdəki məqalə ilə nəyi anladıq? Əvvəlki filmlər ona görə çəkilmir ki, o dövrün inamı, o zeitgeist artıq ölüb, onu survivalism, qorxu, saxta simulyakrarlar əvəz edib. Sənət də məcburən eksperimental bir gettoya qapanıb. Və bu baxış bucağı bizim reallığa münasibətimizi tamamilə dəyişir. Mütləq. Amma mən bu səyahətimizi bitirmədən əvvəl siz o mənbədəki çox kiçik, amma məni vuran bir detalı dinləyicimizlə bölüşmək istəyirəm. Xatırlayırsınız, bayaq 1960-cı ildə Afrikada azad olan 17 ölkədən danışdıq. Bu, o 60'ların utopiyasının, inamının sübutu idi göyə, amma müəllif sonda kəskin bir sual verir. O 17 ölkədən hansı bugün 70 il sonra normal, oturuşmuş dövlətə çevrildi? Çox ağır sualdır. Həqiqətən, özünüz fikirləşin, dinləyici. Bəlkə də o çox sevdiyimiz 60-cı illərin utopiyası heç vaxt real olmayıb. Bəlkə sadəcə 2 Dünya müharibəsindən sonra bəşəriyyətin uydurduğu, özünü inandırdığı bir illüziya idi. Və bəlkə də bugün tənqid etdiyimiz o soyuq, qəddar survivalizm heç də xəstəlik deyil. Bəlkə biz sadəcə nağıllardan ayılıb reallıqla çılpaq şəkildə üzləşirik. Növbəti dəfə o köhnə filmlərə baxanda bir də bu sualı verin özünüzə. Bugün sizinlə o dərinliklərə dalaraq düşündürücü qapılar açmağa çalışdıq. Vaxt ayırıb bizimlə olduğunuz üçün hər birinizə təşəkkür edirik. Həqiqətən də, bu dərin mövzunu sizinlə bölüşmək xoş idi. İzlədiyiniz üçün təşəkkürlər. Hələlik.